Əziz dostlar, sabahınız xeyir olsun. Hər kəsə xoş gün arzulayıram. 23 noyabr 2025-ci il Antalyadayam. Bu son bir həftədə Antalyaya 3-cü səfərimizdir. Bundan öncə 2 səfərimiz işlə bağlı idi. Bugün isə 2 gündür buradayıq. Bugün inşallah Alanya'ya geri dönəcəyik. Bu səfərimiz isə istirahət etməklə bağlıdır. Və biz yerləşmişik hər zaman olduğu kimi Antalya Lara'da. Bizim otelimiz içəridədir. Hardasa dənizə 200 metr Dam oteldə. Çox gözəl butik oteldir. Buradan da Dam otelin sahibi dostum Uğur'a təşəkkür edirəm. Hər zaman bizi qarşılayır, gözəl nömrələrlə təmin eləyir. Və oradan da kısa videom var, baxa bilərsiniz. Bundan öncə isə bir il əvvəl gözəl böyük videomuz da var Dam oteldən, amma orada dəyişib. Artıq ikinci korpus yaradılıb, havuzu inşa olunub. Yəni çox gözəl oteldir. Baxın, tam Dam oteldə qalsanız, tam çıxacağınız yer bura olacaq. Baxın, oradan çıxacaqsınız birbaşa Lara'nın gözəl sahillərinə. Birbaşa Lara'nın sahillərinə, hansı ki burada insanlar gəzişirlər, idmanla məşğul olurlar. İndi səhər saatlarıdır. Baxın, bu gözəlliyə baxın. Mən də ona görə bugün fürsətdən istifadə edib sizə Lara'nın sahillərini yenidən təqdim edirəm. Havanın temperaturu yaxşıdır. Ümumiyyətcə hava 2-3 gündür istidir. 25-26 dərəcə. Birazdan yenidən gün çıxacaq. Gözəl hava. Lara sahilləri bir neçə məhəlləni əhatə eləyir və baxın, burada çoxlu otellər, apart otellər, restoranlar, kafelər mövcuddur. Gəzinti üçün, idmanla məşğul olmaq üçün ideal yerdir. Axşamları bir gözəl, gün batımları seyr eləmək üçün gözəl yerdir. Ona görə yolunuz Antalya'ya düşsə, Lara sahillərində gəzməyi unutmayın. Çox gözəl təəssüratlarla ayrılarsınız buradan. Bax, belə sıldırım hissə, yəni qayalıq da hissə dəniz aşağıdadır. Dalğaların bura vurma ehtimalı çox azdır. Və bu tərəfdə Lara'nın elit məhəllələri, villalar. Əsasən bu ərazidə evlər 3-4 mərtəbədir, çox deyil. Bizim də burada partnyor şirkətimiz var, əmlak ofisi var. Onlarla çalışırıq. Bu ərazilərdə evlər, villalar, ofislər, apart otellər, otellər sahib olmaq istəyənlər mənimlə əlaqə saxlaya bilər və hər cür kömək göstərərəm. İndi isə çıxdıq insanların yürüyüş yoluna. Sağ tərəfdə velosiped yoludur. Sol tərəfdə qırmızı zolaq isə insanların yürüməsi üçün. Toros dağları qarşıdadır. Uçsuz bucaqsız Toros dağları və Aralıq dənizi mənzərəsinə belə yaxından baxa-baxa Lara sahilində gəzmə imkanı var. Hava biraz sərindir hal-hazırda. Bunu insanların geyimindən görmək olur. Amma ümumən gündüzlər əsil yaz havası hökm sürür. Bu ara hissələrdə, ara küçələrdə çoxlu restoranlar, meyxanələr, kafelər var. Orada da bir dənə lunch görürəm. Gülara. Gül Lara. Lara sahili çox uzundur, ta ki gedir əski Lara'ya qədər. Orada da çoxlu restoran və kafelər, böyük otellər var. Daha bir restoran, Mochos Lunch. Mochos Lunch. Və gözəl 3 mərtəbəli bina. Buradakı mənzillərin mənzərəsini özünüz təsəvvür edin. Burada yaşayırsınız, çıxırsınız burada gəzintiyə. Çox möhtəşəm. Qarşıda Türkiyənin
qırmızı ay ulduzlu bayrağı dalğalanır. Rüzgar yoxdur. Çox azdır. Hər yer çox səliqəli və təmizdir burada. Buralar səhv eləmirəmsə Çağlayan mahəlləsi olmalıdır. Muradpaşa Çağlayan mahəlləsi. Antalya ili Muradpaşa ilçəsi Çağlayan mahəlləsi olmalıdır. Ümumi adı isə Lara. Lara bir neçə mahəlləni əhatə eləyir. Burada baxın necə maraqlı insanlar çıxırlar. Dənizə çox yaxın oturub istirahət edirlər. Orada da baxın masalar var. Önümə qəşəng belə bir körpü çıxır, balaca körpü. Buradan keçmək istəyirəm. Burada dəyirmandır. Havuza girmək təhlükəli və yasaqdır. Hovuzun üstündə dəyirman qurulub. Simvolik mənası var. Burada isə xanım deyəsən video çəkir, Instagram, TikTok rəqs edir. Baxın, bura gəlirsiniz, yemək, içməyinizi gətirib, gözəl şəkildə oturub tam dənizin dibindəsiniz və dənizi yuxarıdan görmə şansınız var. Qarşıda böyle restoranlar, parklar, yəni bura çox gözəldir. Bəlkə də mənim ən sevdiyim yerlərdən biridir. Antalya'da Konyaaltı və Lara. Yəni Antalya'nın çox yerində olan bir adam kimi buralar mənim ən sevdiyim yerlərdir deyə bilərəm. Yavaş-yavaş Türkiyə bayrağı olan direğe yaxınlaşırıq. Buradan bir də baxaq. Çox qəşəngdir. Əziz dostlar, izlədiyiniz üçün təşəkkürlər. Ümid edirəm bu gözəl yerləri sizə yaxşı şəkildə ötürə bilirəm. İndi bayrağın yanına gedəcəm və orada videomu inşallah bitirəcəm. Bəli, gəldim artıq tam olaraq. Şanlı Türk bayrağının altında dayanmışam. Gözəl Türk bayrağı həmişə yüksəklərdə dalğalansın inşallah. Qarşıda da çoxlu artıq restoranlar, kafeler olan hissədir bir-birinin ardınca. Orada Gün Aydın'dan tutmuş, Starbucks'tan tutmuş, bütün Big Chef'ten tutmuş bütün restoranlar var. Ve burada da böyle bir yazı var. Onu da oxuyaq. Söz konusu vatan ise gerisi təfərrüatdır. Mustafa Kemal Atatürk 2007-ci ildə inşa olunmuş bir bayraq dirəyidir bu. Ve buradan da yine bir terası izleyerek çok güzel. İnsan her seher burada gezerse de oradan da əhval-ruhiyyəsinə çox müsbət təsir edir. Hələ burada idman eləsən, işə getsən, yəni enerji tükənməz. Baxın, müxtəlif qayıqlar var. Sıldırım qayalar.
və gözəl Lara. Artıq burada çox mərtəbəli binaları görürük. Orada da mənzillər var satışda, əlaqə saxlaya bilərsiniz. Bu ərazilərdə yaşamaq, mənzil sahibi olmaq istəsəniz. Belə hörmətli tamaşaçılar, təkrar izlədiyiniz üçün təşəkkürlər və sizinlə sağollaşıram. Növbəti videolarda görüşənədək sağ olun, var olun.